Salam dəyərli kanal izləyicilərim, hər birinizi salamlayıram. Bugündən etibarən sizə monitorinqə hazırlaşan 6-cı siniflər üçün dəstək məqsədi ilə video izahlar çəkəcəm. Landau nəşriyyatının monitorinq sınaq kitabından istifadə edərək oradakı testlərin izahını sizlərə gündəlik təqdim etməyə çalışacağam. Gəlin ilk sualımızla başlayaq. Verilənlərə əsasən A-nı tapın. Bucaqlarımızın cəmi 180 dərəcəyə bərabər olmalıdır. Bir bucağımız A, biri 50 dərəcə, digəri isə 90 dərəcədir. Cəmləri 180 dərəcəyə bərabər olmalıdır. Buradan A-nı tapsaq 140 dərəcə, 180-ə 140 dərəcədən çıxan zaman isə A bucağımız 40 dərəcəyə bərabər olacaq. 52-ci sualımıza baxaq. 52-ci sualımızda Lalə lövhədə qeyd olunan ədədi 201-ə vurmalı idi. Biz ədədimizi bilmirik. Gəlin ədədimizi x götürək. Lakin o sıfırı unudaraq hesablamada 201 əvəzinə 21 yazdı və nəticədə 378 aldı. X vurur 21 bərabərdir 378-ə, x bərabərdir 18-ə. Lalə hansı nəticəni almalı idi? 18-i vuraraq 201-ə 3618. Yəni Lalənin alacağı ədəd 3618 olmalı idi. 53-cü sualımıza baxaq. 53-cü sualın şərtində düşünürəm ki, yanlışlıq var. Çünki bucaq 50 dərəcə, bucaq 75 dərəcə verilibdir və ABC üçbucağında BO tən böləndir. Gəlin bu üçbucağı çəksək. Baxın, üçbucağı çəkən zaman BO tən böləndirsə, B bucağı 75 dərəcə verilibdir. 75-i də yarı bölən zaman, yəni tam cavab çıxmadığı üçün düşünürəm ki, bu sualın şərtində yanlışlıq var. Əgər burada başqa bir cavab olsaydı, məsələn 70 dərəcə olsaydı, biz o zaman C bucağını tapıb, A bucağı məlumdur, B bucağı məlumdur, 3 bucağın C bucağını tapıb, 180 dərəcədən çıxan zaman o ikisinin cəmindən C bucağını tapacaq. Tapdıqdan sonra isə artıq B bucağının yarısı tapılacaq, C bucağı məlumdur və C bucağını da tapmaq üçün 180 dərəcədən yenə həmin bucaqların cəmini çıxaraq tapa bilərik. Yəni şərt fərqli olsaydı, rəqəm fərqli olsaydı, bu qaydada həll edə bilərsiniz. Növbəti sualımızla davam edək. 54-cü sualımızla 2, 4, 6, 8 rəqəmlərindən istifadə etməklə rəqəmləri müxtəlif neçə 3-ə bölünən 2 rəqəmli ədəd düzəltmək olar. 3-ə bölünmə əlamətini birinci xatırlayaq ki, 3-ə bölünmə əlaməti ədədin rəqəmləri cəmi 3-ə bölünərsə, həmin ədəd 3-ə bölünür. 24 ola bilər, 42 ola bilər, 48 ola bilər və 84 ola bilər. Bu ədədlərin hər biri 3-ə qalıqsız bölünən ədədlərdir. Deməli, bizim cəmi 4 dənə 2 rəqəmli ədəd düzəltmək olar. Doğru cavabımız 54-cü sualda olacaq, D variantı. 55-ci sualımıza baxaq. Ay ərzində satılan alma, armud, heyva, limon meyvələrinin diaqramı verilmişdir. Satılan limon bütün meyvələrin neçə faizini təşkil edir? Gəlin əvvəlcə bütün meyvələrin cəmini tapaq. 20, 40, 60 və 80. Deməli, 60, 120, 200. Ümumi meyvələrin sayı 200-dür. Gəlin limonun sayına baxaq. Limonun sayı 40-dır. 40-ı bölərik 200-ə, vuraraq 100-ə. Cavabımız olar 20%. 55-ci sualımızın doğru cavabı olacaq A variantı. (56-cı) sualımıza baxaq. X və Y tərs mütənasib cəmiyyətlər olarsa, ifadənin qiymətini tapın. Gəlin əvvəlcə cədvəldən qiymətlərimizi tapaq. A, B və C-nin qiymətlərini. Tərs mütənasiblə biz bilirik ki, Y bərabərdir K bölü X-dir. Və biz buradan K-nı tapan zaman X, Y-ə vurmalıyıq. Birinci ifadədə X-in qiyməti məlumdur, Y məlum deyil. Y-i tapmaq üçün K-nı X-ə bölməliyik. 12 və 10-dan biz K-nı tapaq. K bərabərdir 12 vurulsun 10, 120. Daha sonra indi birincidən A-nı tapmaq üçün A-nın yerində Y durur. Biz Y tapmaq üçün K-nı X-ə bölməliyik. K 120-dir. Y, yəni daha doğrusu burada A ilə yazaq. A bərabərdir 120 bölünsün 2,4. Nəticə olacaq 50. B isə bərabərdir. B-ni tapmaq üçün isə B, Y-in qiymətidir. Y-imiz 3-dür. X-imiz məlumdur. K məlumdur.
Bu dəfə isə 120-ni 3-ə bölməliyik. 120-ni 3-ə bölərik. 40. B isə 40 olacaq. Və qaldı C-ni tapmaq. C isə bərabərdir. C-ni tapmaq üstünə yenə eyni qaydada 120-ni 10-a bölməliyik. Nəticə olacaq 12. Üçünün cəmini tapıb A plus B plus C cəmi. 50 topla 40 topla 12 edəcək 102. 102 vurulsun 2-də 1-in kvadratını tapmalıyıq. Yəni 51-in kvadratı və nəticə olacaq 2601. Doğru cavabımız olacaq D variantı. Tənasibi həll edən zaman çarpaz vurmalıyıq. Gəlin əvvəlcə biz burada 1,8-ü düzgün olmayan kəsrə çevirək. 1,8-ü düzgün olmayan kəsrə çevirən zaman 8-də 11-ə bərabər olacaq. Daha sonra çarpaz vurub həll edə bilərik. 40 topla 8x bərabərdir 44-ə. 8x bərabərdir 4-ə, x bərabərdir 2-də 1 və ya 0,10-da 5-ə bərabər olacaq. Doğru cavabımız 57-ci sualımızda olacaq A variantı. Daha sonra 58-ci sualımızla davam edək. 58-ci sualımızda histoqramda gün ərzində kinoya gələn tamaşaçıların sayı verilib. 11-20 yaş qrupuna aid tamaşaçıların sayı hansı yaş qrupuna aid tamaşaçıların sayının 50%-ni təşkil edir? Deməli, burada 11-20 yaş qrupunda ümumi tamaşaçıların sayına baxaq. 11-20 yaş qrupu. 11-20 yaş qrupunda 10 nəfər tamaşaçımız var. 10 nəfər tamaşaçımız var. Və bu hansı tamaşaçıların sayının 50%-ni təşkil edəcək? Deməli, baxırıq digər yaş qruplarına. 21-30 yaş 20 nəfərdir. 31-40 yaş 40 nəfərdir. 41-50 yaş 50 nəfərdir. 51-60 arası 60 nəfərdir. 71-80 arası isə yenə 10 nəfərdir. Deməli, burada təbii ki 21-30 yaş arası olacaq. Çünki onu 20-yə bölüb 100-ə vuran zaman 50% alınacaq. Deməli, yaş qrupumuz olacaq 21 və 30 yaş arası. Yəni, doğru cavabımız 58-ci sualda olacaq A variantı. 59-cu sualımızla davam edək. Turistin 3 gün ərzində getdiyi 252 kilometr yol dairəvi diaqramda verilmişdir. Diaqrama əsasən 3 gün getdiyi yol bütün yolun, 3-cü gün getdiyi yol bütün yolun hansı hissəsini təşkil edir? Baxırıq ki, hissənin biri faizlə, biri isə hissə ilə verilir. Gəlin faiz olanda hissəyə çevirək. %25. %25. Bu da bərabərdir 4-də 1-ə. 4-də 1 hissə, 6-da 1 hissə. Digər hissəni də tapaq, 3-cü günün hissəsini. İndi gəlin 252-nin 4-də 1, 1-ci 6-da 1 hissəsini tapaq ki, birinci gün neçə kilometr yol gedib. Bunu tapaq. 252-ni 6-ya bölən zaman 42 qalacaq. İkinci gün getdiyi yolu tapmaq üçün 252-ni 4-də 1-ə vurarıq. Burada isə edəcək 63 kilometr. Ümumiyyətlə 2 gün ərzində 42 topla 63 kilometr yol gedibdir və 252-dən çıxanda 42 topla 63-ü. Burada isə qalacaq 147 kilometr. 147 kilometr qalacaq. Bu 147 kilometrdir ümumi yolun hansı hissəsini təşkil edir? Bunu da tapmaq üçün biz nə etməliyik? 147-ni bölməliyik 252 kilometrə. Burada da hər ikisi ixtisar gedəcək. Qalacaq 12-də 7. 21-ə ixtisar gedən zaman qalır 12-də 7. Doğru cavabımız olur A variantı. 59-cu sualımızın doğru cavabı olur A variantı. 60-cı sualımız da çox sadə bir sualdır. İfadəni sadələşdirin. İfadəni sadələşdirmək üçün mötərizəni vurub biz açmalıyıq. X-i -9-a vuran zaman -9x. -3y-dəki -9-a vuran zaman müsbət 27y. Və -9-u müsbət 7z-ə vuran zaman isə -63z alınacaq. Yəni, doğru cavabımız olacaq 60-cı sualımızda D variantı. 61-ci sualımızda. 61-ci sualımızda isə birinci maşında 16,4 kiloqram, ikinci maşında birincədəkindən 4,2 kiloqram az. Yəni, ikinci maşını tapaq.
İkinci maşında olacaq 16 onda 4 çıxılsın 4 onda 2. Yəni 12 tam onda 2 kiloqram. Üçüncü maşında. Üçüncü maşında isə ikincidəkindən 1 tam onda 8 kiloqram çox yük var. İkinci maşına 12 onda 2 tapdıq. Bundan 1 onda 8 kiloqram çox deyirsə üzərinə gəlməliyik. Burada da alınacaq 14 kiloqram. Yəni üçüncü maşında 14 kiloqram yük olmuş olacaq. Doğru cavabımız olacaq D variantı. 62-ci sualımızla davam edək. 60-cı sualımızda deyir ki, Cəmil dayının çiçəklərin əkdiyi düzbucaqlı formadakı bağçanın eni 15, uzunluğu 25 metrdir. O bağçanın enini artırmaqla onu kvadrat formalı etmək istəyir. Və bu halda bağçanın sahəsi neçə kvadrat metr olacaq? Gəlin əvvəlcə hazırda olan bağçanın sahəsini tapaq. Hazırda olan bağçanın sahəsi 15 vur 25'dir. Yəni 375 metr kvadratıdır. Daha sonra bunu kvadrat formalı etmək üçün, yəni kvadrat formalı etmək üçün bunun enini sadəcə artırmalıdır. Enini də biz 10 metr artırmalıyıq. 10 metr artıran zaman eni də uzunluğu da artıq bir-birinə bərabər olacaq. 25 metr olacaq hər biri. 25 vurulsun 25-də 625 metr kvadratı edəcək. Və bizdən soruşur ki, neçə metr artmış olacaq? Aralarındakı fərqi tapırıq. 625 çıxılsın 375. Cavabımız olacaq 250 metr kvadrat. Yəni 250 metr kvadratı 60 olacaq. Keçək 63-cü sualımıza. 63-cü sualımızda davam edək. 63-cü sualımızda torbada ağ, mavi və qırmızı rəng olmaqla cəmi 6 şarımız var. Torbadan bir şar çıxarsanız ağ rəngdə olma ehtimalı 6-da 1-dir. Deməli, ağ rəngin olması ehtimalı 6-da 1-dir. Artıq 6-sından bir halını istifadə etdik. Torbada mavi şarın çıxma ehtimalından çoxdur. Yəni, demək istəyir ki, qırmızı şarın çıxma ehtimalı mavi şarın çıxma ehtimalından çoxdur. Mavi şar olma ehtimalı neçədir? Şarların sayı isə fərqlidir. Deməli, 6-dan 6-da 1-i çıxıbsa, bunun biri ağdır. Bunun biri ağdır. Və yerdə bizim neçə halımız qalır? 5. Yəni 6-sından 5 halımız qalır. 5 çıxma halı qalıbdır. Və cəmi 5 olan biz və cəmi 5 olan və birdən fərqli olan rəqəmləri axtarmalıyıq. Yəni 1-dən 6-ya qədər cəmi 5 olan və birdən fərqli rəqəmləri axtarmalıyıq. Bu da hansılar olacaq? Təbii ki, 2 və 3. 2 və 3. Və bizə şərtdə verib ki, torbada mavi şarın çıxma ehtimalından çoxdur. Yəni, qırmızı şarın çıxma ehtimalı mavi şarın çıxma ehtimalından çoxdursa, o zaman qırmızı şarımız 3 olacaq. Mavi şarımız isə 2-yə bərabər olmuş olacaq. Və bunun da ehtimalını tapsaq, əlverişli hallar sayını bölürəm bütün mümkün hallar sayını. Yəni 2 bölünsün 6, 3-də 1. Doğru cavabımız olacaq 63-cü sualımızda D variantı. 64-cü sualımıza baxaq. Aşağıdakı fiqurun sahəsini hesablayın. Gəlin biz sol tərəfdən, yəni 12-6 olan düzbucaqlının sahəsini tapaq. S1-imiz 12 vur 6. 72-yə bərabər olacaq. S2-ni tapsaq, baxın, eni 12-dən 4 çıxırıq 8. 8 və 5 olan. 8 və 5 olan. 8 vur 5, 40. S3-ü tapsaq, S3-də isə, baxın, kənardakı, sağ kənardakı kiçik düzbucaqlının eni 4-dür, uzunluğu isə 5-dir. Yəni 4 vur 5. 20-yə bərabər olacaq. Və son nəticədə 3-ünü cəmləyirik. 72 topla 40 topla 20-nin cəmi. Nəticəmiz olacaq 132 santimetr kvadrat. Yəni doğru cavabımız olacaq C variantı. 65-ci sualımızda 4 rəqəmli ədədin 3-ə tam bölündüyünü bilərək biz bilirik ki, ədədin 3-ə bölünməsi üçün rəqəmləri cəmi 3-ə bölünməlidir. Gəlin bunu rəqəmlərini cəmləyək. 5 topla 5 topla 9. 19 topla A. Yəni 19-un üzərinə biz hansı ədədləri gəlsək, rəqəmləri gəlsək, həmin ədəd 3-ə qalıqsız bölünür. 1 olmaz, məsələn 2 olacaq. 2 olacaq, 5 olacaq və 8 olacaq. Bunların içərisində ən böyük rəqəm hansıdır? Təbii ki, 8 olacaq. Doğru cavabımız olacaq 65-də C variantı. 66-cı sualımızda verilənlərə əsasən x-i tapın.
Şəkildə gördüyümüz üçbucaq necə üçbucaqdır? Bərabər yanlı üçbucaqdır. Yəni iki tərəfi bərabər olduğu üçün, BC tərəfi AB tərəfinə bərabər olduğu üçün bu üçbucaq bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucağın xassəsindən istifadə edərək bərabər yanlı üçbucağın oturacağına bitişik bucaqları bərabərdir. Yəni bucaq A 30-dursa, bucaq C də 30 dərəcədir. X bucağı isə bu üçbucağın xarici bucağıdır və burada da üçbucağın xarici bucaq xassəsindən istifadə edir. Üçbucağın xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni x bərabərdir 30 topla 30 60 dərəcə. Doğru cavabımız 66-cı sualımızda olacaq A variantı. 67-ci sualımızla davam edək. 67-ci sualımızda Nəzrin 84 manat pulu var. O həmin pulun 24 manatına kitab aldı. Artıq 24 manatını xərclədi. Yerdə qaldı 60 manata. Və qalan pulu isə 12 dəftər alarsa bir dəftər neçə manat olacaq? Təbii ki 60-ı 12-yə bölərik. Bir dəftərin qiyməti 5 manata bərabər olmuş olacaq. Doğru cavabımız olacaq B variantı. 68-ci sualımız çevrələrin radiusları 5 cm olarsa ABCD kvadratının perimetrini tapın. Baxın bu ABCD kvadratının, yəni AB tərəfidir, BC tərəfi, AB tərəfi, BD tərəfi və CD tərəfləri iki çevrənin radiuslarının cəmidir. Yəni AB tərəfi iki çevrənin radiusunun cəmidir. Hər çevrənin də radiusu 5 cm olduğu üçün AB 10-a bərabər olacaq. Perimetrdə tapan zaman 4-ü vurarıq ona. Nəticəmiz olar 40. 68-ci sualımız. 69-cu sualımızla davam edək. 69-cu sualımızda sadə bir tənlikdir. Bu tənlikdə gəlin 223 çıxılsın x bərabərdir. Mənfi 69-u 69-u daha doğrusu sağa keçən zaman mənfi 69 olacaq. Tənliyin sağına keçirərik. Və bunları toplayan zaman 223 çıxılsın x. Toplayıb qarşısına mənfi yazmalıyıq. Mənfi 279 x də bərabərdir. 223-ü də mənfi 279-un sağına keçirən zaman işarəmiz dəyişib mənfi olacaq. Və mənfi x bərabərdir mənfi 493-ə. X də bərabərdir müsbət 493 alınacaqdır. Doğru cavabımız olacaq D variantı. 70-ci sualımızda davam edək. Kvadratın bir tərəf üzərində qurulmuş bərabər tərəfli üçbucağın perimetri kvadratın perimetrindən 12 cm azdır. Deməli, kvadratın perimetri, bax biz bu fiqurun tərəflərini A ilə işarə etsək, üçbucaqla kvadratın tərəfi ortaq olduğu üçün üçbucağın da tərəfi A olmuş olacaq, kvadratın tərəfi də A olmuş olacaq. Kvadratın perimetri 4 tərəfinin cəmidir 4-ə. Bərabər tərəfli üçbucağın perimetri isə 3 tərəfinin cəmidir 3-ə. Və bunlar arasındakı fərq 12-dirsə A 12-dir. Yəni tərəfimiz bu fiqurun tərəflərin hər biri 12 olmuş olacaq. Kvadratın perimetri. Kvadratın perimetri olacaq 4 vur 12, 48. Digəri isə 3 vur 12. 3 vur 12, 36 olacaq. Və biz bu fiqurun perimetrini tapsaq, burada bir tərəf ortaq olduğu üçün biz nəyi tapmalıyıq? 5 anı tapmalıyıq. Yəni kvadratın heç perimetrini tapmadan da biz burada 3 tərəf üçbucaqdadır, 4 tərəfdə kvadratdadır. Sadəcə bunların bir tərəfi, üçbucağın bir tərəfi ilə kvadratın bir tərəfi ortaqdır. Və biz onu oradan çıxmalıyıq. Çıxan zamanda nəticədə qalacaq 5A. 5A bərabərdir 5 vur 12. Fiqurun perimetri 60-a bərabər olacaq. Yəni baxın, belə çəksək biz bu fiquru A, hər tərəfini A ilə işarə etdik. Baxın, bu tərəf ortaqdır. Bu tərəf hər ikisində ortaq olduğu üçün bu A-nı hesablamırıq. Sadəcə yerdə qalan A-ların cəmini hesablamalıyıq. Yerdə qalan A-larımız da 5A-dır. 5-i də 12-yə vuran zaman tərəfi 12 tapdığımız üçün 5-i də 12-yə vuran zaman nəticəmiz 60-a bərabər olacaq. Yəni doğru cavabımız olacaq C variantı. 71-ci sualımız 2 ədədin ədədi ortası. Ədədi orta, 2 ədədin ədədi ortası, yəni 1x, 1y-dirsə, bölərəm 2-yə, bərabər edənəm 46-ya. Buradan da x plus 6-nı, x plus y-i tapsaq, cavab olacaq 92. Daha sonra bu ədədləri 3-cü ədədə əlavə edirik. 3-cü ədəddə z ilə işarə etsək, topla z bölü 3 bərabərdir 31-ə. Buradan da 92 topla z bərabərdir 93-ə. Z də bərabərdir 1-ə. Yəni 3-cü ədədimiz 1-ə bərabər olacaq.
70-ci sualımızda radius 4,2 metrdirsə, çevrənin uzunluğunu tapın. Çevrənin uzunluğu L bərabər 2 pi yerdir. L bərabər 2 pi yer, yəni 2 vur 4,2 pi. Nəticəmiz olacaq 8,4 pi. 73-cü sualımız. 73-cü sualımızda kater müəyyən məsafəni çayın axını ilə 1,6 saata, axına qarşı isə 2,4 saata getdi. Çayın axma sürəti 2,5 km/saat olarsa, katerin durğun sudakı sürətini tapın. Deməli, axın ilə biz bilirik ki, sürətlər toplanır. Yəni V topla 2,5. Axına qarşı sürətimiz isə çıxılır. V çıx 2,5. Axın ilə neçə saat gedib? 1,6 saat. Gedilən yol tapmaq üçün sürəti zamana vurmalıyam. Yəni 1,6-na vurmalıyam. V topla 2,5-ə. Axına qarşı isə 2,4 saata gedib 2,4-ü vuraram. V çıx 2,5-ə. Mötərizələri vurub açsaq 1,6 V topla 4 bərabərdir 2,4 V çıxılsın 6. Məlumları bir tərəfə, məhsumları bir tərəfə keçirsəm, 1,6 V-ni 2,4-ün yanına keçirən zaman çıxılacaq 0,8 V qalacaq. Mənfi altında 4-ün yanına keçirərəm, 10 edər. V də bərabərdir 12,5. 12,5 katerin durğun sürəti olacaq 12,5 km/saat. 74-cü sualımıza baxaq. 74-cü sualımızda isə mağazada ay ərzində 150 ədəd texnika satılıbdır. Planşetlərin sayını tapmalıyıq. Deməli, notebook 20%, netbook 10%dirsə, 20% ilə 10%-i toplayarıq. Bu edər 30%. 100%-də 30%-i çıxan zaman 70%. Yəni, planşetin faizi 70%dir. Ümumi 150 ədəd satılıbsa, sayını tapmaq üçün 150-ni 70-ə vurub 100-ə bölərik. Nəticəmiz olacaq 105 planşet. Yəni, planşetlərin sayı 105-ə bərabər olmuş olacaq. 75-ci və sonuncu sualımıza baxaq. 75-ci sualımızda, deməli, şagirdlərin 55% robototexnika, 35% isə dron klubuna qatılıb. 20% isə hər ikisinə qatılır. Məktəbdə 200 şagird var və ən azı birinə qatılanların sayı neçədir? Burada çoxluqlardan istifadə edərik. Yəni 55% və 35%-i toplayıb 20%-i çıxmalıyıq. Çünki 20% hər ikisində iştirak edənlərdir. Yəni hər iki kluba qatılanlardır. 55% topla 35% çıxılsın 20%. Burada da qalacaq 70%. Və 200 nəfər olduğu üçün, ümumilikdə məktəbdə 200 şagird olduğu üçün ən azı birinə qatılanların sayını tapmaq üçün də 200-ü vurarıq %70-ə. Yəni sayla tapmaq üçün 200-ün %70 hissəsini tapmalıyıq. Cavabımız olacaq 140. Yəni ümumi 140 şagird ən azı birinə qatılıbdır. İzahımız bu qədər. Ümid edirəm izah sizlər üçün faydalı olacaq və davamı da olacaq. Gündəlik bütün monitorinq sınaqlarının izahını sizlər üçün paylaşmağa çalışacağam. Çalışın, izləmədə qalın. Kanalı izləməyi və yazmağı unutmayın. Növbəti video izahlarda görüşmək ümidi ilə. Sağ olun.